Salam, bugün sizə 7-ci sinif biologiyadan 5.3 biomüxtəliflik mövzusunun çalışmalarını iş dəftərindən izah edəcəm. Birinci suala baxaq. Birinci sualda bizdə A variantında nə istəyir? Təsvir olunmuş biomları adlandır. Burada dəniz səviyyəsində hündürlüyün artmasına əsasən biz biomları adlandıracağıq. Birinci aiddir rütubətli tropik meşə. Qeyd edək. Rütubətli tropik meşə. Aha. 2-yə baxaq. 2-də nə deyir bizə? 2-də isə eyni yarpaqlı meşədir. Eyni yarpaqlı mülayim meşə. Üçə baxaq. 3-də isə eyni yarpaqlı meşədir. Eyni yarpaqlı meşə. Aha. 4-də baxaq. 4-də isə Arktik və Alp tundrasıdır. Arktik və Alp tundrası. 5-ə baxaq. 5-də isə buzlaq və qar örtüyü verilmişdir. 5-də buzlaq və qar örtüyü. Aha, deməli bir necə oldu? Rütubətli tropik meşə, 2 eyni yarpaqlı mülayim meşə, 3 eyni yarpaqlı meşə, 4 deməli Arktik və Alp tundrasıdır. 5-də isə buzlaq və qar örtüyüdür. İndi birinci sualın B variantına baxaq. Dəniz səviyyəsindən hündürlüyə qalxdıqca bioloji müxtəliflik necə dəyişir? Məsələn, bizə bu sıralanı deyir. Aha, dəniz səviyyəsindən hündürlüyün artması. Bu sırada nə olur? Deməli, hündürlük artdıqca biomüxtəliflik azalır. Yazaq. Hündürlük artdıqca biomüxtəliflik azalır. Aha. Keçək indi ikinci sualın izahını verək. Canlıların təsnifatında ən kiçik qrup növlərdir. Aha. Eyni növə aid olan fərdlər üçün ümumi xüsusiyyətləri sadala və fikrini əsaslandır. Eyni növə aid olan fərdlər üçün ümumi xüsusiyyətlər odur ki, məsələn, qidalanmasına görə, çoxalmasına görə, yaşayış mühitinə görə, məsələn, yazaq qidalanmasına görə, çoxalmasına görə, quruluşuna görə və s. bir-birinə oxşuyur. Üçüncü suala baxaq. Şəkildə neçə növ və fərd təsvir edilmişdir? Bizdən soruşur ki, şəkildə neçə növ və fərd təsvir edilmişdir və növün sayı da verilib. A-da növün sayı neçədir? 5-dir. Fərdin sayı neçədir A-da? O da 5-dir. B-yə baxaq indi. B-də növün sayını verib 3, fərdin sayını verib 5. C-də növün sayı da 3, fərdin sayı da 3. D-yə baxaq. Növün sayı 5, fərdin sayısı 3. Bizdən nə istəyir indi? Deyir ki, şəkildən deməli şəkildə neçə növ və fərd təsvir olmuşdur. Deməli, A-da növ sayı 5-dir, fərd sayı da 5-dir. Aha, dədəli oxuduq zaten. B-yə baxaq indi. Şəkildən əldə etdiyin məlumatlara əsasən biomüxtəliflik indeksini hesabla. Aha, burada ümumi əgər bizdən A variantında şəkildə neçə növ və fərd təsvir olunmuşdur, ümumiyyətlə növün sayını soruşursa, A-da 5-dir, B-də 3-dür, C-də 3-dür, D-də də 5-dir. Toplayın, yazın. Əgər bizdən neçə fərd təsvir olunmuşdur şəkildə, fərdin sayı burada 5, 5, üstə gəl 3, deməli 5, 5, 10, o da 3, 13, o da 3, 16. 16 fərd sayıdır ümumi. Növ sayı isə 5-in üstünə 3 gəlirik 8, 8-in üstünə 3 deməli eləyir 11, 11-in üstünə də 5, 16. Aha, B-yə baxın. Şəkildə əldə etdiyin məlumatlara əsasən biomüxtəliflik indeksini hesablamağı bizdən soruşur. Biomüxtəliflik indeksini hesablamaq üçün deməli növ müxtəlifliyini bölürük fərdin müxtəlifliyinə də bilirik də biomüxtəliflik hesablamaq üçün. Aha, bərabərdir. Burada növlərin sayını toplayaq görək nə qədər eləyir. Növün sayı 5-in üzərinə 5-in üstünə 3 gələk. O da 3, C-də 3-dür növ sayı, D-də isə 5-dir. Aha, bölək fərdin sayına. Fərdin sayını bizə necə verib? A-da 5 ədəddir, B-də 5 ədəddir, C-də
3 ədəddir, DD də 3 ədəddir. Toplayaq. Aha, burada toplasaq 5-in üstünə 3, 8, 8, 3, 11, o da 5, 16. Məxrəc də eləyir 16. Aha, 16, 16. Burada deməli biomüxtəliflik indeksi 1-ə bərabərdir. 16, 16-ya böləndə 1 eləyir. Keçək indi 4-cü sualın izahını verək. 4-cü suala baxaq. Tədqiqatçı Polad meşəsini gəzərkən orada rastlaşdığı bitki və heyvanların saylarını qeyd edərək histoqram qurmuşdur. Adları qeyd olunan canlılar hər biri eyni növ fərdləridir. Aha, A variantında bizdə nə istəyir? Tədqiqatçının qeyd etdiyi canlıların növ sayını müəyyən et. Ağac növləri. Ağac. Burada ağac hansıdır? Palıd, vələs, fıstıq, zoğal. Bunlar ağac növləridir. Ağac növünün sayı oldu 4 ədəd. Sonra fındıq. Fındıq kol bitkisidir. Fındığa aid olduğu kola. Çoban yastığı isə ot bitkisidir. Otların da sayı 1, kolların da sayı 1, ağac növü isə 4 ədəd oldu. Heyvanlardan isə istəyir. Onurğasız heyvan növü, onurğalı heyvan növü. Burada onurğalılara baxaq. Canavar, ayı, qara toyuq, dovşan, deməli canavar, ayı, qara toyuq, dovşan. 4 ədəd onurğasız heyvan növü var. Sonra kəpənək və arı isə, daha doğrusu 2 ədəd onurğasızdır, kəpənək və arı. 4 ədəd isə onurğalıdır. Aha, bizdən nə istəyir? B variantına baxaq. Histoqramda verilən məlumatlara əsasən biomüxtəliflik indeksini hesabla. Biomüxtəliflik indeksini hesablamaq üçün biomüxtəliflik bərabərdir. Necə indeksi burada hesablayacağıq? Burada deməli biz növlərin sayını böləcəyik fərdlərin sayına. Növlərin sayına baxaq. 4 plus 1 plus 1 plus 2 plus da 4 neçə eləyir? 6 plus deməli 2, 8, 8, o da 4, 10. Daha doğrusu 12 burada eləyir. Aha, 12. 8-in üstünə 4 gəlsə 12. Bölək indi fərdlərin sayına. Deməli, palıddan 50 ədəddir. Üstündə yazılıb. Vələsdən 40 ədəddir. Daha sonra fıstıqdan 40 ədəddir. Zoğal 25. Sonra fındıq 30. Çoban yastığı 50. Canavar 3. Ayı 2. Qara toyuq 20. Dovşan 15. Kəpənək 70. Arı da 50 ədəddir. Toplayırıq bunları. 5-ci suala baxaq. Doğru və yanlışlığı qeyd et. Aha. Birinci sualla başlayaq. Genetik müxtəliflik eyni növün fərdləri arasında müxtəlifliyi ifadə edir. Bəli, həm eyni, həm də müxtəlif növlərdə idarə. Genetik müxtəliflik ikincidə deyir ki, müxtəlif növün fərdləri arasında genetik müxtəliflik idarədir. Bu da düz həm növlər arasındadır, həm də bir növün fərdləri arasında. Eyni genə malik olan bitkilər fərqli mühitdə olsalar da bir-birindən fərqlənmir. Bu yanlış variantdır, yanlış fikirdir. Növ müxtəlifliyi bir ərazidəki canlıların sayıdır. Aha. Genetik müxtəlifliyində fərqlilik növ müxtəlifliyindən çox ola bilər. Düzdür. Bir coğrafi ərazidə fərqli ekosistemlər ola bilər. Aha, bu da doğru variantdır. Sonra ekosistemlər bir-biri ilə əlaqəli olsalar da bir-birinə təsir etmir. Bu yanlışdır. Ekosistemlər deməli bir-birinə əlaqəlidirlər və bir-birlərinə müəyyən təsir, biri digərinə müəyyən bir təsir göstərə bilir. 6-cı suala baxaq. Tədqiqatçı müəyyən bir ərazini tədqiq edərək həmin ərazidə yayılan canlıların sayı haqqında məlumat toplamışdır. Əldə olunan məlumatlara əsaslanaraq eyni ərazinin növ, genetik və ekosistem müxtəlifliyini göstərən histoqram qrafikini təqdim etmişdir. Səncə bu qrafik necə ola bilər? Aha. Deməli, genetik müxtəliflik təqribən belə çəkək. Məsələn, sonra növ müxtəlifliyi daha doğrusu. Genetik müxtəlifliyi təqribən belə çəkək, daha hündürü. Ekosistem müxtəlifliyi isə daha müxtəlif quruluşa malik olduğuna görə ekosistem müxtəlifliyini də daha qabarıq formada göstərə bilərik. Məsələn, bir dəqiqə. Bu da olsun bizim ekosistem müxtəlifliyimiz. Bu şəkildə. Bugünkü izahımız bura qədər. Kanalıma dəstək olun. Videoya bol rəy yazmağı unutmayın. Sağ olun. Aha, burada cavab eləyir 400. Biomüxtəliflik indeksi 12 bölünsün 400-ə. Aha, təqribən 0,3.